Salam dostlar, bir daha. Demek şimdiden gösterdim sizlere. Bak, kabel vurandan sonra düzdür. Divarlara izolyasiya vurmuşam. Bak, divarlara 3 kat izolyasiya vurulub o öz yerinde. İzolyasiya vurulandan sonra da bir hafta, en azı bir hafta 4 gün arası kalmalıdır ki o izolyasiya tam kurusun. İzolyasiya su götürmür diyene. İzolyasiya su qəbul edebilmir diyene. Onu özü gez koruyor. Sonra bak, kafelərin altı tərtəmiz mətanətlə necə lazım dolmalıdır. Bak, bütün quruplar hamısı. Ondan sonra yer gruntovka ilə yuyulmalıdır. Necə ifade edən. Bindirlə yuyulmalıdır. Sonra yenə 3 kat bura izolyasiya edilməlidir. 3 kat. Düzdür, təmizləmişəm. Nə qədər təmizləsəm də yenə də toz qalır. Amma bu tozu aradan qaldırmaq üçün mütləq gruntovka ilə yuyulmalıdır. İnşallah. Belə, bu vəziyyətdə. Mutlak kaydını yuyulmalı. Mutlak kaydını.